Bir də için gözəlliyinə bax, sən Allah içinin gözəlliyinə bax. Bakıda reklamsız məşhurlaşan maraqlı bir yer var. Deməli, Tosteriya gənc ailə tərəfindən qurulmuş milli fast food markasıdır. Özlərinə məxsus unikal tostları var. Bizə burada İtalyan çörəyində jülyenli bir tost verdilər. Jülyenin ciabatta çörəyinə hopmuş dadını ifadə etməyə söz yoxdur. Bu, Allah haqqı bu. Targoviya gəlib bunu yoxlamamaq günah olar, ciddi deyirəm. Sonra panini çörəyində tiftikli ətlə belə bir tost yoxladıq. Bif cezos. Bu xaşlamaya, buğlamaya da verilən ətə oxşayır, yox. Əsl milli tostu da bu. Ballı, xardallı sos və pendir sosunun yaratdığı dad balansı əladır. Böyük bazlama çörəyində qarışıq tost isə 2 nəfərə artıqlaması ilə bəs eləyər. Bu arada Tosteriyanın souslarına bol souslu bir 5. Tostları bir yana, sousları bir yana. Sosların özləri hazırlayırlar. Ümumiyyətlə heç bir kimyəvi qatqıdan söhbət gedə bilməz. Məkanın həm də qəşəng burgerləri var. Biz ananaslı havayan və əfsanəvi burgeri yoxladıq. Ananaslı burgerin fərqli dadı var. Ananas, ət və xüsusi kokteyl sousu maraqlı bir sitrus dadı yaratmışdı. Önəmli qeyd: yeməklər hamıya eyni qaydada və ölçüdə verilir. Əsas məsələ o da, yəni bu bizə görə belə verilmir, hamıya belə verilir yəni. Sonda çayla yenə fərqli bir dad kəşf etdik. Limonlu tiramisudur. Bakıda bir dənə burada verilir çünki öz tapıntılarıdır, yəni. Bura Targovuda Tarix Muzeyinin arxasında yerləşir. Şəhərdə olanda buranı yoxlayın. Sizinlə də bölüşürəm ki, fast food axtaranda gənc ailənin böyük sevgi ilə ərsəyə gətirdiyi belə unikal məkanları da kəşf eləyəsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.